Chitrakuta, Ishvara. Chitrakuda? Yox əşi. Chitrakuta, Ishvara. Chitrakuda işvere. Ayravana. Eyravana gedirik. Yox Ayravana Chandrika. Ayravana Chandrika. A-nın hansı qiymətində fx funksiyası tək funksiyadır? Əvvəlcə baxaq, hansılar tək funksiyadır? Verilib bizə x kubu funksiyası. X kubu funksiyası, yəni a çıx 3 vurulsun. X kubu funksiyası bilirəm ki, tək funksiyadır. Bunun altına yazıram tək funksiya. X kvadrat funksiyası cüt funksiyadır. Yazıram cüt funksiya. Və ax. Ax nə deməkdir? Kx funksiyası. Kx funksiyası y bərabərdir kx funksiyası. Koordinat başlanğıcına nəzərən simmetrik olduğu üçün tək funksiyadır. Yenə yazıram tək funksiya. A üstəgəl 3 funksiyası. Cüt funksiyadır nəyə görə? Çünki a üstəgəl sabit bir ədəddir. Sabit ədəd, yəni y bərabər c, sabit funksiyası. Sabit funksiya nə olur? Y oxuna nəzərən simmetrik olur. Əgər y oxuna nəzərən simmetrikdirsə, demək ki, cüt funksiyadır. Yazaram cüt funksiya. Bizdən istəyir ki, funksiya tək funksiya olsun. Deməli, tək funksiya olmağını istəyiriksə, cüt funksiyaları itirməliyik. Necə itirə bilərəm? Əmsalını sıfıra bərabərləşdirərəm. Yazaram. Baxaq, əmsallarım hansıdır? Cüt funksiyaların əmsalları. Yəni, biri olacaq modulda a çıxılsın 3 bərabərdir 0. Bir digərdə cüt funksiya a üstə gəlsin 3 bərabərdir 0 olmalıdır. Hər ikisini ayrı həll edək. Birinci digərindən alınacaq a bərabərdir -3, bu qalsın. Burada da olacaq modulda a bərabərdir 3-ə, a bərabərdir 3-ə və -3-ə. Hər ikisində olan ortaq qiymət -3 olduğu üçün cavab olur B variantı. Nəyə görə 3-ü götürmürəm? Çünki 3-ü götürsəm, məsələn, bu axırıncıda 3 üstəgəl 3-ü yerinə qoysam, olacaq 6. Cüt funksiya hələ də qalır. Bizim məqsədimiz axı cüt funksiyanı itirməkdir. Onda funksiya tam tək funksiya olaraq qalmayacaq. Yarısı cüt, yarısı tək qalacaq. Ona görə hər ikisində olan ortaq qiyməti seçməliyik. Yəni -3 olacaq.